Salam əziz dostlar, əziz tamaşaçılar. Gülüstan Sarayındayıq. Çox möhtəşəm forum keçdi. Türk dünyasının görüşü TİKA'nın üzvləri ilə, TİKA'ya üzv olan ölkələrlə, Turan illərindən. Buyurun Şahin müəllim. Azərbaycan Valideyn Məlumat Assosiasiyasının icraçı direktoru Şahin Rəcəb. Bu günləri Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının dövlət dəstəyi agentliyinin məşğuliyyəti hədimizə məmnunluq duyuruq. Türk dünyası ölkələrinin vətəndaş cəmiyyətləri toplaşıblar. Bilirsiniz ki, bizim prezidentimiz də çıxışlarında həmişə inteqrasiya məsələlərinə toxunarkən, hətta bir çıxışında belə bir fikri qeyd eləmişdi ki, biz kimə inteqrasiya etməliyik? Biz hansı cəmiyyətə inteqrasiya etməliyik? Söz azadlığı deyib, insan hüquqları pozulanmı? Ənənələri dağıdanmı? Belə deyək, qadın kişi bərabərdir deyənlərin mi cəmiyyətlə inteqrasiya etməliyik? Yəni, bu ritorik bir sual verildi və bununla göstərmək istəyirdik ki, bizim nə qədər milli mənəvi dəyərlərimizə sadiqik və milli mənəvi dəyərlərimiz olmalıyıq. Həqiqətən də biz Türk xalqlarının mədəniyyətinə inteqrasiya etməliyik. Elə öz kökümüzə inteqrasiya etməliyik və ona görə də biz mənəvi dəyərlərimizi öz xalqlarımız arasındakı bu inteqrasiya prosesləri gücləndirməliyik, əməkdaşlığı gücləndirməliyik, xüsusən də vətəndaş cəmiyyəti təşkilatları ilə tanışlıq, yaxınlıq, fəaliyyət birliyinə nail olmalıyıq və bu da bu tədbirlərdən biridir. İnşallah ümid edirəm ki, davamlı olacaq bu tədbir. Gözəl müsahibə üçün təşəkkür edirəm Şahin müəllim. Var olun, uğurlar arzulayıram Azərbaycanımıza da və var olsun deyirəm. Bura təşkilatçılara da deyirəm, sağ olun, sağlıqla qalın.